Azərbaycan ordusunun 3 hərbi qulluqçusu mənim az yaşlı övladıma təcavüz edir. Bunlardan birinci təcavüz edən uşağımı sosial şəbəkədən dostluq atır. Uşağıma seksual söhbət etdikdən sonra uşağıma təcavüz edir. İkinci təcavüz edən onun qardaşı. Valideynlərə deyəcəm, qardaşımla belə olubsan, uşağımın maşına qatıb, uşağıma təcavüz edir. Üçüncü, bəlli miqdarda 20 manat, 15 manat pul verib təcavüz edir. Hərbi prokurorluq tibbi ekspert rəyini keçərsiz sayır. Orada dəfələrlə uşağa təcavüz olduğunu göstərir. Amma bu deyir ki, bəlkə o da başqasıdır. Məktəbindən qovuldu, getdiyi kurslarından qovuldu, getdiyi hazırlıqlarından qovuldu. Bu uşağın gələcəyi nə olacaq? Bu adamın həyatını söndürən insanlar biri 9 ay, biri də 1 il. Birini də sərbəst buraxdı. Bu qədər olmaz. Çiynində leytinat paqonu daşıyanı, mənim namusumu qoruyan, mənim qeyrətimi qoruyan uşağıma təcavüz edirsə, bu o deməkdir ki, dünyanın axırı gəlir. Yəni biz namusumuzu kimlə qorumalıyıq? Ay cənab prezident İlham Əliyev.